Мы представляем Biz Doğma Torpaq filmini təqdim наш edirik. фильм «Догма Торпах». Bu 5 ildən artıq bir müddətə çəkilən çox böyük bir işin nəticəsidir. Filmi Azərbaycanın müxtəlif rayonlarında lent almışıq. Azad olunmuş Şuşada çəkilən ilk filmdir. Filmdə müasir tariximizin çox ağırlı səhifələrindən bəhs olunur, lakin final müsbət sonluqla yekunlaşır. Очень радостным событием. Бюджет фильма составляет Filmin büdcəsi təxminən 1 milyon yarım təşkil edir. Biz ən keyfiyyətli məhsulu ərsəyə gətirməyə çalışdıq. Çox sayda insan bu işə cəlb olunur. Proses uzun zaman alır. Buna görə də düşünürəm ki, filmi izlədikdən sonra filmin çəkilişinə sərf olunan vəsaitin nəticə ilə müqayisədə çox böyük məbləğ olmadığını anlayacaqsınız. с тем, что мы имеем на выходе. Kısaca bir süjette Ermeni rolunda yani dil bildiğim için bir rolda oynadım da orada. Baxmayaraq ki özüm hərbiçiyəm. Hər il heç olmasa 5-6 belə formada filmlər çəkilsin. İstərdim ki, onların sayı daha çox olsun. Bu filmlər həm ingilis, həm türk, həm rus, həm başqa dillərdə də çəkilsin, tək tərcümə olunmasın və bu bizim problemimizi, bu bizim 30 ildən çox yaşadığımızı bütün dünya bilsin. Qarabağa merinə, Azərbaycanına.